Salam dostlar, mən Tunar və bugün sizə Azərbaycan tarixində çox böyük rol olmuş Səfəvilər dövləti haqqında qısa və aydın şəkildə məlumat verəcəm. Səfəvilər həm siyasi, həm də dini baxımdan bölgədə dərin izlər buraxmış bir imperiyadır. Hadi başlayaq. Gəlin başlayaq. Səfəvi dövləti 1501-ci ildə 1-ci Şah İsmayıl tərəfindən qurulub, amma bu dövlətin əsasları ondan da əvvəl qoyulmuşdu. Hər şey Səfəviyyə təriqət ilə başlayır. Bu təriqətin banisi Şeyx Səfidən Ərdəbildir. Onun nəsli zamanla siyasi gücə çevrilərək dövlət qurmaq mərhələsinə gəlib çıxır. 1-ci Şah İsmayıl cəmi 14 yaşında taxta çıxaraq Təbrizi paytaxt elan etdi və özünü şah elan edərək onun ən önəmli addımlarından biri şiəli dövlət dini elan etməsi olmuşdu. Bu həm dini, həm də siyasi cəhətdən çox mühüm qərar idi. Bundan əvvəl türk dilli dövlətin rəsmi dili elan olunmuşdu. Səfəvilərin əsas hərbi gücü qızılbaş tayfaları idi. 1-ci Şah İsmayıl cəmi 14 yaşında taxta çıxaraq Təbrizi paytaxt elan etdi və özünü şah elan edərək onun ən önəmli addımlarından biri şiəli dövlət dini elan etməsi olmuşdu. Bu həm dini, həm də siyasi cəhətdən çox mühüm qərar idi. Bundan əvvəl türk dilli dövlətin rəsmi dili elan olunmuşdu. Qızılbaş Səfəvilərə sadiq olan və şiəliyi qəbul edən türk tayfalarından ibarət idi. Onlar döyüşlərdə böyük cəsarət və sədaqət göstərdilər. Bu ordu Şah İsmayılın və sonrakı hökmdarların əsas dayağı idi. Səfəvilər çox güclü bir orduya sahib və bu ordu ilə onları həm Osmanlılarla, həm də digər qonşu dövlətlərlə uzun illər müharibələr apardılar. Səfəvilər ilə Osmanlı İmperiyası arasında münasibət çox gərgin olmuşdu. 1514-cü ildə baş verən Çaldıran döyüşü bu qarşıdurmanın ən tanınmış hadisəsidir. Bu döyüşdə Səfəvilər məğlub olsa da dövlətin mövcudluğu davam edir. Dövlətin yerləşdiyi ərazi ticarət yolları üzərində idi. Bu da iqtisadi gücləndirir. İpək yolu vasitəsilə şərqlə qərb arasında ticarət aparılırdı. Şah Abbas dövründə bu sahədə böyük nailiyyətlər əldə olunmuşdu. Təbriz, Qəzvin və İsfahan kimi şəhərlər mədəni və iqtisadi mərkəzlərə çevrilmiş, saraylar, məscidlər, kərvansaraylar tikilmişdi. 17-ci əsrdən etibarən Səfəvilər dövləti zəifləməyə başladı. Zəif idarəçilik, daxili çəkişmələr və xarici təzyiqləri dövlətin çökməsinə səbəb oldu. 1722-ci ildə Əfqan hücumları nəticəsində dövlət ciddi zərbə aldı. 1736-cı ildə Nadir Şah Əfşar tərəfindən Səfəvilər rəsmi olaraq hakimiyyətdən uzaqlaşdırıldı və bununla da Səfəvi dövləti tarixə qovuşdu. Səfəvilər dövlətinin tarixi Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Onların həm güclü bir dövlət qurmuş, həm də şiəliyin bu bölgəyə yayılmasına səbəb olmuşdu. Səfəvilər mədəniyyət, dini, dil və dövlətçilik sahəsində dərin iz buraxıblar.